Saatlı rayon polis şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı toy kərvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən Tofaş və Mercedes markalı avtomobillərin sürücüləri Hüseyn Tağzadə və Zamin Mehdiyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, Hüseyn Tağzadə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib. Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən Hüseyn Tağzadə inzibati qaydada həbs olunub. Zamin Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.